Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizlərə blok tipli sual nizamını verəcəm. Gəlin 8-ci sual nizamına baxaq. Deməli, deyir ki, cədvələ əsasən uyğun variantı bizdə müəyyən edin deyir. Deyir, ismin xüsusiyyətini daşıyan say müstəqil şəkildə cümlə üzvüdür. Deməli, say bizə ismin xüsusiyyətini daşımalıdır, eyni zamanda müstəqil cümlə üzvü olmalıdır. Yəni ki, bu nə deməkdir? Tərkibin içinə daxil olmamalıdır. Yəni, ya ayrılıqda mübtəda olmalıdır, ya tamamlayıq, ya təyin və yaxud digər cümlə üzvləri. Amma tərkibin içinə əsas daxil olmasın. Yəni, bu o deməkdir ki, müstəqil cümlə üzvüdür. Baxıram birinci. Deməli, deyir ki, birinciləri yarışı aparan bizim müəllimidir, deyir. Müəllim idi. Kim? Hansı müəllim idi bizim? Kim? Birinciləri yarışı aparan. Baxın, burada birinciləri sayı isimləşmişdir. İsimin sualına cavab verir. Amma fiili sifət tərkibinin, yəni tərkibin içində daxildir deyə mən bunu götürənmərəm. Ona görə mən bir olan cavabları atacağam. Baxıram ikinciyə. Deməli, deyir ki, tez çıxdığımız üçün axırıncıları görmədik. Kimləri? Axırıncılar. Baxın, ismin sualına cavab vermişdir say, yəni isimləşmişdir. Eyni zamanda müstəqil cümlə üzvüdür. Yəni tamamlıqda tərkibin içində daxil deyil. Ona görə mən 2 olan variantları götürəcəm. Deməli, 2 olan variantı mən götürəcəm. Bunu götürürəm. Baxıram indi üçüncüyə. Deyir ki, onun bizə qaytaracağı borcu hələ çoxdur. Çoxdur. Nə qədərdir? Çoxdur. Baxın, sizdə burada çaşdıra bilərlər. Burada ismə məxsus şəkilçisini qəbulləmişdir. Say. Xəbərdir, müstəqil cümlə üzvüdür. Amma ismə məxsus şəkilçini, yəni xəbərlik şəkilçisini qəbul etsə də, ismin sualına cavab verməyib. Yəni isimləşməmişdir. Nə qədərdir? Onun bizə qaytaracağı borc nə qədərdir deyirəm? Çoxdur. Yəni müstəqil cümlə üzvü olsa da, ismin xəbərlik şəkilçisini qəbul etsə də, isimləşməmişdir. Ona görə mən bunu 3-ü ona görə götürənmərəm. Nə olsun ki, müstəqil cümlə üzvüdür? Nə olsun ki, ismə məxsus şəkilçi qəbul edib, amma isimləşməyib, say kimi qalıb. Ona görə mən 3-ü götürənmərəm. Baxıram mən 14-cüyə baxıram. Deməli deyir ki, kökü sayla amonim olan söz işləmiş cümlədir. Deyir ki, Gefin eşitdiyi qışqırıq səsindən 80-dir. 80-də üstə bizdə amonim sözü həm 80, yəni 80 sayı kimi, eyni zamanda 80mək, yəni qorxmaq, duruxmaq mənasındadır. Bu bizə amonimdir, doğrudur. Ona görə mən 4-ü götürəcəm. Baxıram 5-ciyə baxıram. Düşmənin azğınlığı, qəddarlığı hamıya bəlli oldu. Burada azğınlıq sözdür və o kök və şəkilçiyə ayıranda da azmaqdan azğın sözü yaranır. Ona görə burada bizdə amonim kökü feildir və sayla amonimdir. Bunu da mən götürəcəm. Baxıram 6-cıya. Deməli deyir ki, uzanmış saçını yeni qırxdırmışdı. Qırxmaqdan qırxdırmaq yaranır da. Burada da kökü sayla amonimdir. Yəni bunun kökü feildir və sayla amonimdir deyə. Ona görə bizdə cavablarımız 2, 4,